Hər vaxtınız xeyir olsun əziz zəhmətkeş insanlar. Hal-hazırda Respublika ərazisində yağışlı hava şəraiti davam edir, eləcə də Hacıqabulda. Və biz də öz şirkətimizin həyətindəyik. Havanın yağmurlu, yağışlı olmağına baxmayaraq fermerlərin xidmətindəyik. Bizim arxada görünən yükdaşıma xidmətimizdir ki, texnikalarımız sizin ixtiyarınızdadır və hər bir fermer bizə müraciət etdiyi halda və biz həmin məhsulu fermerin ünvanına dərhal satdırmağa imkanımız var. Qeyd etdiyimiz kimi bugün yağışlı havanın olmağına baxmayaraq biz ərazidə vaqonlarımız açılıb, kübrələrimiz daşınır, eləcə də bizim işçi qüvvələri həmin kübrələri ambara boşaldırlar. Yəni bunu çəkməkdə məqsəd odur ki, havanın yağmurlu, havanın soyuq filan olmağına baxmayaraq həmişə fermerlərin xidmətindəyik və işçi qüvvələrimiz də operativ şəkildə öz işlərinin başındadır. Yenə təkrarən buradan vurğulamaq istəyirəm ki, fermerlərə biz şirkət olaraq 15 dövlətlə müqaviləmiz var ki, onlarla da əməkdaşlıq edirik və həmin əməkdaşlıq sayəsində də bizə həmin ölkələrdən kübrələr gəlməkdə davam edir. İndi hal-hazırda Rusiyadan gələn azotlarımızdır, eləcə də nitromofoz kübrələrimizdir ki, bunlar da daşınır, ambara yığılır. Hazırda işçi qüvvəsi